Salam gənclər, hər birinizi xoş gördük. Mən Son Məmmədova, Ellər Akademinin Azərbaycan dili və ədəbiyyatı müəllimiyim. Bildiyiniz kimi bugün Ellər Akademinin sınağı keçirilmişdi və istəyirəm hal-hazırda Azərbaycan suallarına sizinlə bir yerdə nəzər salaq. Elə isə getdik 27-ci sualda. Deməli 27 deyir ki, bu tədris ocağının nəticə gəlməsinə neçə gənc müəllim cümləsi hansı frazor birləşmə ilə davam etdirmək olar? Göz yetirmiş duyğun gəlmir, əlindən gələn əsirgəməmişdi olar. Əlinə ağdan qaraya vurmamış, yəni heç nə eləməmişdi. Bu biraz mənfi məndadır, yox. Əl tutmuşdu, yəni kömək etmişdi, olar. Ona görə də 2-4, yəni D variantı daha uyğundur. Sonra 28-də hansı sözün yazılışı doğru, tələffüzü isə səhv verilmişdir. Şirinçiləndirmək yazılışı doğru verilib, amma oxunuşunda r düşüb, amma düşməməli idi. Yəni burada dır leksik keçidi və leksik keçidinin tərkibindəki olan r, yəni dır leksik olanda onun tərkibindəki r düşmür. Şəxsəbərlik olanda düşür. Ona görə də səhvdir tələffüzü və cavab elə A variantı olur. Diqqətsizlikdir. Burada hər şey qaydasındadır. Təxris olmaq yox, tərxis olmaq. Bunun ikisi də səhvdir. Gözləyəcəksiniz, gözləyəcəksiniz, düzdür. İkisi də. Yoxlayarlar, yoxlayarlar, ikisi də düzdür. Cavab A variantı olur. Sadə feillər dərəcəsini göstərin. Alçalmaq, sadə, qısılmaq sadədir, amma artmaq, artırmaq. Bu leksikdə axı yox. Yüksəlmək sadədir, sevilmək sadədir, dinləmək sadədir. Elə cavab B variantıdır. Burada dalamaq, dalaşmaq düzəltmədir. Qoca, qocalmaq düzəltmədir çıxır. Sonra qara, qaralmaq elə gözümüzə sataşır, bu da çıxır. Yəni cavab B variantı olur. B yazımçısı doğrudur. Hansı variantda feilin xəbər şəklində işlənmiş nümunə yoxdur? Yəni feilin xəbər şəklində olmayan nümunəni seçməliyik. Feilin xəbər şəklinin göstəricisi nədir? Zaman şəkilçisidir, düzdürmü? Yəni zaman şəkilçisi olmayan nümunələri seçməliyik də, belə deyək, o feili seçməliyik. Daş qəlbli insanlar neylərdin ilahi? Bizdə bu soyuqqanlar neylərdin ilahi? Burada ümumiyyətlə feil yoxdur. Yəni feilin xəbər şəkli ona görə də avtomatik yoxdur. Çünki neylərdin feil deyil, feilin sualıdır. Yəni nə edərdin? Bu sual əvəzliyidir. Ona görə də cavab A variantıdır. Məsələn, B variantında söylədin keçmiş zamandır, deməli xəbər şəklidir. Sonra gedərmi gələcək zamandır. Sonra bilmədi keçmiş zamandır. Olur indiki zamandır. Ona görə də onlarda var. 31-də cədvələ əsasən uyğunluq, hərəkət bir subyektin təsirindən başqa subyekt tərəfindən icra olunur. Yəni icbar növ axtarırıq, o da 1-dir. Amma gəzdirmək, yazdırılmaq məsələn məhsuldur, son leksikə son növ şəkilçisinə baxırıq. Ona görə də 1-i götürərik. Sonra hərəkət 2 və daha çox subyekt tərəfindən icra olunur. Güləşməkdə sözün köküdür. Ona görə də biz bunu qarşılıq bir cəhşənə götürə bilmərik. Amma gülüşmək düzdür. Axtarılmaq da ümumiyyətlə məhsuldur. Ona görə də cavab 1 və 5 olur. Yəni cavab Y variantıdır. Y yazmışızsa doğrudur. Daha sonra deməli 32 sifətlərdən bir quruluşuna görə digərlərdən fərqlənir. Bu ilki mürəkkəbdir. Günorta 2 mürəkkəbdir. Bugünkü mürəkkəbdir. O günkü mürəkkəbdir. Hamısı mürəkkəbdir, amma sırağa günkü düzəltmədir. Ona görə də cavab Y variantıdır. Hansı nümunədə say işlənməmişdir? Burada bir sıra var, burada bir neçə var, burada biraz var, burada az var. Amma Y variantında say yox, sayın sualı var. Bu da sual əvəzliyidir, say deyil. Ona görə də cavab Y variantıdır. Hansı nümunədə fərqlənmiş söz adlı haldadır? Daş ürəklərdə yanıb daşları sındırdı muğam. Burada isim sifətləşib adlı haldadır. Ona görə də variantıdır elə cavab. Cavanlıqda daşı gizlənən təsirlikdir, yəni qeyri-müəyyən təsirlikdir. Atası daş çarxanasında, daşın çarxanasında qeyri-müəyyən yiyəlikdir. Daşı tapmışdı, qeyri-müəyyən yiyəlikdir. Daşın üstündə qeyri-müəyyən yiyəlikdir. Daha doğrusu bu qeyri-müəyyən təsirlikdir deyəsən, yiyəlikdir. Çaşıb. Deməli, bu təsirlikdir, bu da yiyəlikdir. Ona görə də cavabımız A variantı olur. Burada isə uyğunsuzluq, yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən kökünsün, saytını itirən isim olsun. Yəni milli sözümüzə aiddir bu fikir. İndi uyğunsuzluq deyirsə milli sözümüz olmasın. Deməli beyin sözünü avtomatik çıxmalıyıq. Sonra həm mənsubiyyət, həm də saytlı başlayan hal şəkilçisi qəbul edəndə kökünsün, saytını itirən isim olsun. Burada da ki, deməli alınma sözləri nəzərdə tutur və alınma sözlərdə yəni zehni şəkil sözləri düz verilib. Ona görə 5-i götürürük. Ömür sözü burada olmalıydı. Hamınız o sözləri əzbər bilirsiniz. Ağıl sözü də burada olmalıydı. Ona görə də avtomatik cavabımız olur 2-5, yəni D variantı. Daha sonra deməli 36-da uyğunluğu müəyyən edin. Bu sayılardan sonra gələn isimlər həmişə cəmdə olur. Həmişə cəmdə olur, elə gözümüzə sataşır. Bir sıra bir çoxdan sonra həmişə cəmdə olur. Həmişə təkdə olur. D variantını qoya bilərik.
Sonra həm təkdə, həm cəmdə olur. Sıra saylarından sonra bir də bunlardan sonra gələ bilər. Bir də bir qədər, bir iki. Bunlardan sonra da mütləq təkdə gəlməlidir. O da bura gedir. Deməli, 1-ə C, 2-yə D-yə, 3-ə AB olan variantımız hardadır? C variantında. Və cavab 36-da olur. C variantı. Daha sonra mətnlər. Yəqin ki, mətnlərə nəzər salmısınız, oxumusunuz. Ona görə də birbaşa suallara keçid eləyək. Qarşısına rom şaisi qoymuş sözün kontekstə uyğun mənası hansı cümlədə işlədilmişdir? Rom şaisi qoymuş söz qız tərəfə baxmır. Yəni, baxmır da, gözündən baxmır. Ayaqlarım sözümə baxmır, yox. Cahilə baxmır, bu da yox. Aha, yola gedəndə heç vaxt sağa sola baxmır. Yəni, nəzər yetirmir mənasında. 37-də cavab C variantıdır. Burada da dənizə baxırdı, o mənada deyil, məcazi mənadadır. Bağa baxarsan, burada da qayğı göstərmək, diqqət göstərmək mənasındadır. Bu da yox. 38-də mətndə hansı suala cavab yoxdur? Hava limanındakı gecikmə nə ilə bağlı idi? Texniki səbəblərlə var. Qızın səhvini düzəltmək istəyi nə üçün reallaşmadı? Çünki artıq təyyarə uçmuşdu. Qız nə üçün baş verənlərə reaksiya vermək istəmirdi? Baş verənlərə reaksiya vermək istəməməsi. Bir dəqiqə. Orada hava limanında deyəsən qarşılıq hava limanında qarşılıq mübahisə yaratmaq istəmirdi ona görə. Sonra hava limanında gözləyən sərnişinlər üçün hansı şərait yaradılmışdı? Əslində orada kreslo falan var idi. Yəni oturub rahat-rahat, deməli rahat şərait yaradılıbdı. Ona görə də təxmin edə bilərik, cavabı var. Kişi nə üçün qızın üzünə baxmırdı? Onu bilmirik. Sadəcə qətiyyən baxmır. Yəni niyə baxmır bilmirik. Nədən ola bilər, nədir? Məsələ bilə bilmərik. Ona görə cavab Y variantıdır. 39-da mətn əsasının sonuna nöqtədən yeni yazıla bilməyəcək fikir. Burada hamısı uyğun gəlir, səhv elə sizin özünüzdədir. Nə isə gözünüzdən qaçıb. Ən yaxşı hadisələr hiccə ilə yanaşmaqdır. Bu səhvdir. Hiccə ilə yanaşmaqdır, elə bu məzmunun tam tərsidir də. Ona görə də yanlışdır. Həll yolu bəlkə səbirdən keçir, düzdür. Özünüzü qarşı tərəfin bəlkə yerinə qoyasınız. Bu da düzdür və cavab olur C variantı. Növrələnmiş hansı cümlə mətndən çıxarsa, mətn məzmununa xələl gəlməz. Məsələn, 1-i çıxarsaq, bilməyəcəyik nə səbəbə. 2-ni çıxarsaq, kim oturduğunu bilə bilməyəcəyik. O kişi hardan çıxdı bilməyəcəyik. 3-ü çıxarsaq, peçenya almışdı. Elə bil kişi onun düşüncələrini oxuyurdu. Nə düşündüyünü bilməmiş olacaq. 4-ü çıxarsaq, təyyarəyə minib yerin rahatlaşır, əlini çantasına ataraq eynəyini tapdığını başa düşməyəcəyik. 5-ə baxsaq, o ədəbsiz qanmaz sandığı insanın peçenyələrini yemişdi. Qız tər tökdü, rəngi qızardı. Bunu çıxarsaq heç nə olmaz. Mətn məzmununa xələl gəlməz. Ona görə də 5, yəni cavab olur 40-da da Y variantı. Çünki onsuz da qızın peşmançılığını biz artıq hiss eləmiş oluruq. 41-də hansı fikir mətnin ideyası ilə səsləşir? A variantı yox, B variantı yox, C variantı yox. Bir yeyərəm deyəndən qorx, bir də bu da yox. Hisslə qalxan zərərli oturar. Çünki mətn əsas ideyasına baxsaq görürük ki, qız tez əsəbləşir. Aslında aslarını araşdırmadan kişini lənətləyir, günahlandırır. Ona görə də axırda peşman olur. Hisslə qalxan zərərli oturar ifadəsi uyğundur və cavab Y variantı olur. 42-də mətnə əsasən klasteri tamamlayan fikirlər. Kişi peçenyasını paylaşır. Hərəkətlərindən təkəbbürlü oldu. Təkəbbürlü lovğa deməkdir, xeyr. Qarşı tərəfə aqressiv reaksiya vermir, təmkinini qoruyur, bəli. Hadisənin təhkiyəçisi, yəni danışanıdır, xeyr, danışan bu deyil. Nitqindən məlum olur ki, nəzakətli insandır. Nitqi yoxdur, nitqinə yer verilməyib. Həyatda səssiz qalaraq da dərs verməyə mümkün olduğunu sübut edir, bəli, doğrudur və cavab olur 2-5, yəni A variantı. 42-də də A yazmısınızsa cavabınız doğrudur. 43-də üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış sözlərə nəzər salsaq, bircə dəqiqə baxaq deməli. Gözləmə salonuna geri qayıtdı, mütaliəsinə davam etdi. Sonra düşüncələrini oxuyurdu. Sonra vicdan əzabı çəkdi. Bir də reaksiya görməyəsiniz. Birincimiz nə idi? Bir-bir baxmalıyıq yəqin ki. Salona geri qayıtdı. Salona geri qayıtdı. Həqiqi mənadadır, bəli. Çevrilmək sözü ilə əvəz edilə bilməz, bəli. Yəni, salona geri çevrildi demək olmaz da. Bu yanlışdır. Daha doğrusu yanlış yox, doğrudur. Əvəz edilə bilməz deyir. Doğrunu doğrunun altına yazıb. Ona görə biri götürərik. Bir olmayan variantları avtomatik çıxarıq. 2-də nə idi?
deyəsən mütaliəsini davam etdi sözü idi. Məcazi mənada deyil, düzdür. Ara vermədi ifadəsindən əvəzlənə bilər. Bəli, düzdür. Mütaliəsinə ara vermədi, olar. Burada düzü düzün altından yazıb. Ona görə bunu da götürərik. Bir için götürməliyik. Həqiqi mənadadır. Sezmək, duymaq, düşüncələrini oxuyurdu. Düşüncələrini oxumaq həqiqi mənada deyil, məcazi mənadadır. Ona görə 3 səhvdir. 3-ü də çıxırıq. Sonra yanlışın altına yazıb daxili sıxıntı keçirmək. 4 nə idi? Qoy görək bir dəqiqə, yaddan çıxdı. 4, vicdan əzabı çəkmək. Bir də reaksiya göstərməlisiniz. Vicdan əzabı çəkmək. Məcazi mənalıdır, bəli. Daxili sıxıntı keçirmək məzmunu ifadə edir, bəli. Bu düzdür, amma səhvin altında yazıb deyə səhvdir. Sonra reaksiya göstərmək həqiqi mənada deyil, bəli. İstiqamət vermək ifadəsi ilə əvəzlənə bilər, yox. Bunun ifadə etdiyi məna bu deyil axı. Yanlışdır bu hissəsi. İkinci hissəsi yanlışdır. Yanlışın altında verib, ona görə də düzdür. Yəni bu fikir ümumilikdə yanlışdır. Və cavab olur 1, 2 və 5. Yəni B variantı. 43-də B yazmısınızsa cavabınız doğrudur. 44. Mətn məzmun əsasən cədvəldən uyğun fikirlər müəyyən edin. İnsanın istədikdən sonra düzəldə bilməyəcək səhv yoxdur. Xeyr, təəssüf ki, burada istəsə də düzəldə bilmir. Ona görə bu səhvdir qabağına doğru yazıb mətnlə uyğunlaşmır. Mətn məzmunundan bir olanları çıxır avtomatik. Daha sonra məsələnin mahiyyətinə varmadan atılan addımlar bəzən yanlış ola bilər. Bəli, mətndə bunu görürük. Qabağına doğru yazıb düzdür. İnsan əsəb və təmkin arasındakı sərhəddi qorumağı bacarmalıdır. Bu düzdür, amma qabağına yanlış yazıb səhvdir. Bəzən istəməsək də ətrafdakıları nəzərə almaq məcburiyyətinə qalırıq. Doğrudur, qabağına doğru yazıb. Təyyarənin gecikməyi səbəbindən qız evdən özü ilə götürdüyü kitabını evdən özündən götürməmişdi axı. Sonradan alır. Yanlışdır, yanlış yazıb düzdür. 2, 4, 5, yəni cavabımız olur A variantı. Yazmışıqsa doğrudur. Sonra 45. Mətnə əsasən cədvəl tamamlayın. Qızın mənfi tərəfi və müsbət tərəfi. Bunu sığmayacaq deyə şifahi deyirəm, amma siz yəni yazılı kimi deyəcəm də. Siz bunu mütləq nəzərə alıb, əgər bu şəkildə hər hansı birini yazmışsa doğrudur. Özdə bir neçə dənə deyəcəm. Bax, mənfi tərəflərinə nələr yazmaq olar? Yazma olar tez əsəbləşməsi. Bu 1. İkinci, bilib-bilmədən ürəyində kişini qanmaz, ədəbsiz zənn edərək lənətləməsi. Bu 2. O kişidən fərqli olaraq başqasının onun peçenyəsini yeməsini qəzəblə qarşılaması. Bu da 3. Baxın, bura 3 dənə nümunə dedim. Hər hansı bir buna uyğun olanı yazmışsa doğrudur. Müsbət tərəfi nədir? Müsbət tərəflərinə bir neçə şey deyək. Məsələn, vaxtını səmərəli istifadə edirdi. Çünki orada deyirik kitab oxumağa, nə bilim, peçenya almağa və s. Deməli, vaxtını səmərəli sərf edir. Bu 1. Kitab oxumaq ən sevdiyi məşğələlərdən idi. Bu 2. Hava limanında mübahisə yaratmaq istəməməsi. Bu da müsbət tərəfdir. 3. Sonra səhvini düzəltmək istəməsi. 4. Bax, 4 dənə də bura yazdıq. Bunlardan hər hansı birini yazmışsa doğrudur. 46. Mətndə tün şriflə verilmiş ifadənin məcaziliyini qorumaqla başqa mənada cümlədə işlədin. Qızın tər tökməsi idi orada. Tər tökmək sözünü düz eyni məcazi mənada necə yazmaq olar? Onu da deyim, bura sığmayacaq. Məsələn, deyə bilərəm ki, dostuna elədikləri yadına düşəndə tər tökürdü. Etdiklərinin peşmançılığını bir ömür çəkəcəkdir. Baxın, çox qəşəng bir cümlə oldu. Yəni, buna uyğun nəsə yazmışsınızsa, avtomatik cavabınız doğru olacaq. Ondan sonra keçək digər mətnə. Deməli, bu mətndə yəqin ki, hər biriniz oxumusunuz. 47-ci suala keçdik. Deməli, mətndə hansı suala cavab yoxdur? Hansı iki çay birləşib Nil əmələ gətirir? Bu var idi. Nil çayının mənsəbi haradır? Bu da var idi. Nilin ən yüksək həddə qalxmağı hansı fəsildə baş verir? Payız fəslində bu da var idi. Mavi Nilin mənbəyində olan güclü yağışlar nə ilə əlaqədardır? Onu bilmirik. Yəni, nə ilə əlaqədardır? Ona görə cavab D variantı olur. Qədim Misirlərin həyatında Nilin rolu nədən ibarətdir? O da var idi. Onsuz neçə hissədə geniş bir şəkildə deyib. Daha sonra 48-də kontekstə səsin özdən əvvəl tutaq şərhsi qoyulan sözün şərhinə uyğun olanları deyir. O da Nilin daşması sözü idi. Həqiqi mənadadır və kənarlarından çıxaraq ətrafa basmaq mənasındadır. Ona görə də cavab olur 1-4, yəni D variantı. Daha sonra hansı plan bəndinin aid olduğu tərkib hissəsi yanlış göstərilib. Deməli, qədim Misirlərin inancları nəticədə bu düzdür. Dağlardan başlanan çay girişdə, bəli, bu da girişdə qeyd olunmuşdu, düzdür. Coğrafiyaşünasların gəldikləri qənaət. Giriş yox, uşaqlar, bu 2-ci abzasdaydı. O da əsas hissə başlayır artıq. Nil daşqını yaratdığı münbit torpaqlar əsasdaydı. Nemətlər üçün edilən təşəkkür nəticədə idi. Bu da düzdür. Cavab olur C variantı. Hansı abzasda mətn əlaqəsi zəif olan cümlə işlədilib? Mətn əlaqəsi zəif olan cümlə bilirsiniz hansıdır?
Əkinçilik və maldarlıq təsərrüfatın geniş yayılmış və dolanışığın əsasını təşkil edən sahələrindəndir. Bu da 1, 2, 3, 4, 5-ci abzasındadır. Ona görə də cavabımız 50-də olur. C variantı, yəni C yazmışsa doğrudur. 51-də hansı fikirlə kursivlə verilmiş abzası genişləndirmək daha düzgün olar? Qədimdən qalan bu ənənə uşaqlar, orada bu inancdan danışır. Elə ona görə də A variantı ən uyğunudur. Yəni qədimdən qalan bu ənənə hələ də Misirin bəzi ərazilərində davam elətdirilir. Ona görə A variantıdır. Bax, məsələn, B variantı əsasda ola bilər. Bu da heç uyğun deyil ümumiyyətlə. D variantı yenə əsasda ola bilər. Y variantı təkrarlılıq ümumiyyətlə uyğun deyil. Ona görə də A variantıdır cavab. Sonra 52-də mətnin məzmununa əsasən cədvəldən uyğun fikirləri seçin. Deməli, doğru. Oktyabr ayının əvvəllərində Nil artıq öz yatağında olur. Deməli, bu mətndə qeyd olunmuşdu. Bu doğrudur. Ki, sakitləşir sonra öz yatağına doğru düşür. Ona görə bir doğrudur. Nilin daşması təsərrüfatın tənəzzülü, yəni batması deməkdir də, iflası deməkdir. Bu da yox, tam tərsi. Bu yanlışdır. Ona görə 2 olan variantları çıxırıq. 1 olanı götürürük. Nil çayının ən böyük və ən bol sulu mənbəyi öz başlanğıcını Tana gölündən götürür. Yox, o birisi idi o. Bu yanlışdır, amma yanlışın altında verdiyinə görə düzdür. İstiliyi yüksək olan ərazilərdən axsa da Nil qurumur. Bu düzdür, amma səhvin altında verib. Yer cəhətdən səhvdir, bizə lazım deyil. Nil çayı elm adamlarının diqqət mərkəzində olub. Bəli, coğrafiyaşünasların diqqət mərkəzində olmuşdur. Bu faktdır. Bu ehtimal deyil. Ona görə də səhvdir. Hapiyə qurban kəsmə mərasimi Nilin sahilində icra olunurdu. Bunu ehtimal eləyə bilərik. Bəli. 1, 3, 6 və cavab olur 52-də B variantı. Daha sonra 53-cü sualımız. Mətnin hansı sözlə başlayan abzasında qənaətə gəlmək ifadəsinin qarşılığı işlənmişdir? Bu, bir dənə baxaq. Bircə dəqiqə. Deməli, qənaətə gəlmək. Elə burada. Keçən sinəvələrdə coğrafiyaşünaslar bu nəticəyə gəlmişlər. Nəticəyə gəlmişlər, qənaətə gəlmişlər. Yəni, ikinci abzası keçən sözündən başlayır. O da Y variantıdır və 53-də cavab olur Y. Daha sonra 54. Mətnin ikinci abzasının sondakı nöqtələrin yeni aşağıdakı ifadələrdən hansını yazmaq olar? Təşkil edir yazmaq olar. Sonra müəyyən edir yazmaq olar. Sonra təmin edir. Bir dəqiqə, sözümüz nə idi heç? Deyəsən, səhv xatırladım. Nöqtələri oxumadan qərar verməyək. Səhv xatırlamışam. Deməli, deyir ki, bu iki çay birləşərək Xartum şəhərində, Sudan paytaxtında Nil yaradır. Bu məsafə 6671 kilometr neyniyir? Deməli, təşkil edir. Bizdən onsuz da elə düzgün olan soruşurdu. Cavab A variantıdır. Sonra 55. Çərçivə daxilində verilən söz mətndən işləyən fərqli mənada cümlədə işlədərək yazın. Çərçivə daxilində verilmiş sözümüzə baxırıq. Deməli, səhralara axır. Çay səhralara axır. Deməli, uşaqlar, burada çayın axması həqiqi mənadadır. İndi biz mətndə işləyən fərqli mənada cümlədə necə işlədə bilərik? Elə yazmayacağım, burada yer azdır. Birbaşa deyəcəm. Bax, sizə bir neçə cümlələr deyəcəm ki, ağlınızda olsun. Məsələn, axmaq sözünü, axır sözünü necə işlədə bilərik? Yaza bilərik, gəmli ürəyinə axan bir sevincin təsiri ilə gülümsündü. Qoy birini yazaq istəyirsiniz. Biri sığışar. Məsələn, gəmli ürəyinə axan, məcazdır axı bu, bir sevincin təsiri ilə gülümsündü. Təsiri ilə, deməli, gülümsündü. Bu bir. Sonra yazma olar. Qoşunlar ardarası kəsilmədən axıb gedirdi. Burada da 2, məsələn. Və yaxud da bu təşrif qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. Və yaxud da buludlar sakit-sakit göydə axır. Və yaxud da gözləri axırdı, məsələn, süzülürdü mənasında. Və yaxud da həyat öz yolunda axıb gedir. Və yaxud da vaxt çox tez axıb gedir. Bu şəkildə hər hansı bir cümlə işlətmisiniz. Sonsuz da cavabınız doğru olacaq. Sonra 56-da mətnə əsasən cədvəli doldurun. Deməli, Nil çayı Misirlərin həyatında mühüm əhəmiyyətə malik olmuşdur. Nəticədə nə yazmaq olar? Nəticədə yazmaq olar ki, Nil tanrısı Hopiyə qurbanlar kəsərmişlər. Baxın, elə ən gözəl cavab yazmaq olar. Çünki səbəbi nədir? Mühüm əhəmiyyətə malik olub. Deməli, nəticədə yazırıq ki, Nil tanrısı Hopiyə qurbanlar kəsərmişlər.
Sonra Nil öz sahillərini iri-biri gölə çevrilir. Səbəbi də yazırıq ki, çünki Nilin bir başlanğıcı olan Mavi Nilin mənbəyində güclü yağışlar yağır. Digər başlanğıcı olan Ağ Nilin mənbəyində isə il uzun yağışlar olur. Ona görə də öz sahillərini bir gölə çevrilir. Bax, belə bir şeylər yazmısınızsa cavabınız doğrudur. Və belə uşaqlar, bitdi suallarımız. Neçə düz yazdığınızı yoxlamağı unutmayın. Bir də burada tikinti işi getdiyinə görə ara bir dondurmaq məcburiyyətinə qaldım, amma bilmirəm videoya səslər getdimi, getmədimi. Ümid edirəm ki, səslər sizi narahat eləməyib, eşitməmisiniz. Və mənə deyin görüm, neçə düzünüz var, rəylərdə yazmağı unutmayın. İnşallah hər biriniz istədiyiniz nəticəni əldə edərsiniz. Uğurlar hər birinizə.